Qarabağa investisiya yağışı yoxsa sadəcə rəqəmlərlə manipulyasiya? Hökumət deyir ki, 2025-ci ildə azad olunmuş ərazilərdə görülən işlərdə iştirak üçün 39 ölkədən 509 şirkət təklif göndərib. Nazirlər Kabinetinin hesabatında göstərilir ki, müraciətlərin böyük hissəsi investisiya layihələri üzrədir. Xarici şirkətlərin bu müraciətdə payı investisiya üzrə 2%, iş və xidmətlər üzrə isə 68%-dir. İqtisadçı Məhəmməd Zeynallı Azadlıq Radiosuna bildirir ki, investisiya mühitinin əsas yükünü hələ də yerli subyektlər daşıyır. Digər tərəfdən prosesin əsas hərəkət verici qüvvəsi bazarın özü yox, dövlət xərcləridir. 2020-2026 dövründə azad edilmiş ərazilərin bərpasına 25 milyard manatdan çox vəsait ayrılıb. Bunun 3,5 milyard manatı təkcə 2026-cı ilin payına düşür. Cəmi dövlət xərclərinin təxminən 8% qədər. Bu o deməkdir ki, Qarabağdakı iqtisadi fəaliyyətin əsas sifarişçisi və maliyyə mənbəyi hələ də dövlətdir. Əsas dövlət xərcləri infrastruktur bərpasına yönəlmiş xərclərdir. Dövlət büdcədən ayrılan xərcləri nisbətən azaltmaq üçün xarici investorların cəlb edilməsində maraqlıdır. Amma hələ ki tam şəffaflıq yoxdur. Xarici şirkətlər var, amma onlar daha çox seçilmiş enerji, texnologiya, xidmət və infrastruktur layihələrində görünürlər. Xəbərlərdən xatırladığım qədərilə böyük hissəsini Türkiyədən olan şirkətlər təşkil edir. İqtisadçı deyir ki, 39 ölkənin nə tam siyahısı, nə də podratçı və benefisiar şirkətlərin adı olan sistemli ictimai reyestr aydın görünmür. Bu da onun fikrincə şəffaflığın olmamasından qaynaqlanır. Hüquqşünas Murad Sultanlı deyir ki, mövcud problemlər təkcə Qarabağı yaxud da xarici şirkətləri əhatə etmir. Bütün iş adamları üçün, bütün özəl sektor üçün mülkiyyət toxunulmazlığı problemi var, ədalətsizlik problemi var, məhkəmə ədalətinin problemi var. Sosial şəbəkələrdə də xeyli xarici vətəndaşlar, xüsusən Türkiyə vətəndaşları var ki, onlar hansısa işləri görüblər, ya pullarını ala bilmirlər, yerli məhkəmələrdən onların hüquqları təmin olunmayıb və s. Yəni ayrıca demək ki, Qarabağda investisiyalarla bağlı hansısa hüquqi problemlər, hansısa investorlara yanaşmalar və s. ayrıca var. Belə bir şey yoxdur Xankəndində. Oradan köçən ermənilərin əmlak mübahisələri ilə bağlı Avropa məhkəməsində davam edən iddialar var. Əlbəttə bunlar da həmin o xarici investisiyanın cəlbinə təsir eləyə bilər, eləyir. Çünki konkret iddialar var. Rəsmilər xarici şirkətlərin Azərbaycana investisiya yatırmasının yaxşılaşdığını deyir. Dövlət Statistika Komitəsi bildirib ki, Azərbaycana xarici ölkələr və beynəlxalq təşkilatlar 2025-ci ildə 4,2 milyard manatdan çox investisiya yatırıb. Əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə kimi ölkələr olub.